dinləməsi. Salam istəkli tamaşaçılar. Xoş gördük sizləri. Hər vaxtınız xeyir olsun. Əziz və çox dəyərli MTV tamaşaçıları. Bizim sənətimizin dühası, muğam sənətimizin şahlarından biri olan bizim onun ruhunu rəhmətlə anırıq. Allah ona qəni-qəni rəhmət eləsin. Söhbət əlbəttə ki, Arif Babayevdən gedir. Azərbaycan Respublikasının xalq artisti Arif Babayevin getirmələri bugün bizlərlədir. Sizlərə gözəl-gözəl muğam töhfələri verəcəklər. Əziz tamaşaçılar, dediyim kimi gözünüz bizdə olsun. Çağatay xanım, elə siz təqdim eləyin bizim. Əslində, Leylam, sən təqdim etdiyin, elə bugünkü qonağımızın ikisi də Arif Babayevin ruhu şad olsun tələbələridir. Nə gözəl. Yəni, bir Arif nəfəsi duyulacaq bugün burada. Biz elə düşünürük. Siz də yəqin ki, bizimlə razısınız. Və elə qonaqlarımızı təqdim edək. Anar Məmmədov, xanəndəmiz Anar Məmmədov və Arif Babayevin tələbəsi, həm də pedaqoq müəllim. İndi o pedaqoq harda, hansı müəssisədə, hansı məktəbdə tədris edir, İrəliyən dəqiqələrdə sual eləyəcəyik, özlərindən eşitmək istəyirik. Anar, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Çox sağ olun, axşamınız xeyir olsun. Salamlayıram sizləri. Ekran qarşısında bizi izləyən tamaşaçılarımızı salamlayıram. Çox sağ olun, dəvətiniz üçün sizə Çağatay təşəkkür edirəm, minnətdarımızı bildiririk. Var olun. Biz Qarabağ Regional Mədəniyyət İdarəsi, Ağdam şəhər, Cabbar Qarayağdıoğlu adına bir nömrəli uşaq musiqi məktəbində müəllimik. Ünsal müəllimdir. Nə gözəl. Nə gözəl peşəniz var. Bu efir vasitəsilə başda Könül xanım olmaqla kollektivimizdə salamlayırıq. Çox sağ olun, dəvətiniz təşəkkür edirəm. Xoş gəlibsiz. Söhbətimiz irəliləyən dəqiqələrdə davam edəcək. Biz təşəkkür edirik və təbii ki, qeyd etdik, artıq bilirsiniz. Növbəti qonağımızda həmçinin Arif Babayev yetirməsi Vüsal Quliyev. Axşamınız xeyir olsun deyirəm. Efir qarşısında bizi izləyən tamaşaçılarımızı salamlayıram. Sizlərə çox sağ ol deyirəm ki, bizi və həmçinin bununla bərabər, yəni muğamımızı qoymuşsunuz unutmağa, unudulmağa. Və burada bir şey qeyd edeyim ki, biz, yəni Arif Babayevin adını çəkildi. Allah ustadımıza qəni-qəni rəhmət eləsin. Bütün həyatda olan ustadlarımıza Allah can sağlığı versin. Və bir şey də qeyd edeyim ki, biz, yəni Anar müəllim qeyd elədi, mən də qeyd edeyim, onu özümə borc bilirəm. Yəni hal-hazırda Arif Babayevin az da olsa, yəni məktəbini davam elətdirə biliriksə, nə xoş bizlərə. Ki, biz də, yəni onun davamçısı olaraq Qarabağ Regional Mədəniyyət İdarəsindən Cabbar Qarayağdıoğlu adına Ağdam bir sayılı uşaq musiqi məktəbində dəstəyirik, pedaqoji fəaliyyətlə məşğuluq. Mən buradan oranın həmin məktəbin başda Könül müəllimə olmaqla kollektivi də salamlayıram, hər bir kəsə uğurlar arzulayıram. Biz də salamlayırıq, bir daha xoş gəlibsiz və elə bizim səsimizi bəzəyənlərin adını qeyd etməsək, o da günah olar. Tarımızı, eşqimiz, ruhumuzun tərcümanıdır bizim kamanımız, tarımız. Elə təqdim eləyin bizim bu sənətkarlarımızı da. Tarda Elxan Bağırlı, o da bizim məktəbdə müəllimidir. Xoş gəlibsiz. Dostumuz, qardaşımız, həm də həmin məktəbin müəllimidir. Toğrul Qasımov, o da bizim müəllim yoldaşımızdır, belə deyək. Xoş gəlibsiz. Həmişə bir yerdə qeyd etmək lazımdır ki, elə kamanımız bizdə bir neçə dəfə olub bu proqramda. İnşallah ki, tarımızda... Olmuşsunuz mu burada? Deyirəm axı, bəli. Xoş gəlibsiz, Evimizin sakinləridir, sizə xoş gəlmişsiniz. Yəni, o sazda, Leylam, olsalar da, yəni, ən azından borcumuzdur ki, bu zəhmət çəkiblər, bu gözəl sənəti sahibdilər, mütləq adları və beləliklə Çağatay xanım və əziz tamaşaçılar, bizim səsimizi gözəl şəkildə tənzimləyən, bizi bu kameralarına gözəl şəkildə sizə göstərən Rayət səs rejissorumuz və bizim kameramanlarımıza təşəkkür edərəkdən başlayırıq. İlk ifanı kimdən alaq? İlk ifanı deməli, bilmirəm, hansı yaşda, başda böyükdür. Anar müəllim belə laf böyük görsənir. Olsun, fərqi yoxdur. Anar müəllim, buyurun.
gecə hər əlim bir evlad əlində idi. Ruhum yaradanın nur dərgahında kəlmə-i şəhadət dilimdə idi. Gah oda dönürdüm, gah da ki buza, gah qışa dönürdüm, gah da ki yaza. Dağ boyda Əzrail gəlmişdi bizə, əl boyda ürəyim zülümdəydi. İşığım zülmətə süzül, ha süzül, alnıma tər damla düzül, ha düzül. Gümanın kəndiri üzül, ha üzül, ümidin kəməri belimdəydi. Ne gördü görmedi, gözü qayıtdı. Əlləri uzandı, dizi qayıtdı. Cıhatil dinmədi, özü qayıtdı. Bu gece ixtiyar ölümdəydi. Bu gece ixtiyar ölümdəydi. Yar olsam ömrə mənə biganə Leylan, aman aman ey. Yar olsam ömrə mənə biganə Leylan, yar olsam ömrə mənə biganə Leylan, uçmaz elə bir xalə ki memar gözəldir aman. Mən sənin üçün o günü qəlbə Mən sənin üçün o gülü qəlbə sevdim, qiymətli o şehir xirdar gözəldir. Vahid mənə Vahid mənə insaf elə simayla baxma, əhsən elə bir şairə, əşar gözəldir. Aman aman, aman aydadım alacam külə bəndən, güldürəm külə bəndən, alacam külə bəndən, güldürəm külə bəndən, güldürməyimdən bir şirin külə bəndən.
nəfəsi. O çalarları, o ahəngi hiss elədik, elə deyilmi Cüğatay xanım? O belə Əlbəttə. xumlu, belə həzin, tox oxunuşla biz o Arif müəllimin nəfəsini Çalarlarını hiss elədik. etdik. Bəli, çalarlarını hiss elədik. Hansı illərdə o gözəl illər haçan olub? Hansı illərə təsadüf edib? Nə zaman tələbəsi olub? Çox sağ olun, təşəkkür edirəm. Biz 2005-də qəbul olmuş Asəf Zeynallı adına Musiqi Kollecinə. Oranı bitirəndən sonra mən 2009-da pedaqoji fəaliyyətə başlamışam. Sonra oxuya-oxuya da belə Milli Konservatoriyaya qəbul olmuşam 2013-də. 5 ildə oranı oxumuşam. Mən çox görünmürsünüz efirlərdə, niyə? Görünəcəklər ilə belə darıxmayın Cüğatay xanım. Bəli. Bəli, görünəcəklər. Biz Arif müəllimin ailəsini salamlayırıq buradan. Arif müəllimi mən son vaxtlarında onu gördüm, dəfələrlə gördüm. O qədər yumuşaq, Çox gözəl. gözəl insan idi. Pedaqoqluğundan, müəllimliyindən əlavə olaraq da çox yumuşaq xasiyyəti var idi onun. Kəş mən də görə bilərdim daha yaxından. Kəş mən də bəhrələnə bilərdim onun Leyla da gözəl dəryasından. danışdı. Yadıma Arif müəllimdən bir xatirə düşdü. Yəni mənim sahəm başqadır, amma Arif müəllim biz çox istədik, ruhu şad olsun. Buradan mən Leyla demişkən ailəsini salamlayırıq. Deməli bir günləri efirdə mənim həyatımla bağlı bir veriliş gedir. Hə, şəkillər görsənir, Arif müəllimlə də bir şəklimiz var. Ondan da qeyri, sən demə şeirlərimi sevərmiş rəhmətlik. Nə bilim, mən heç ağlım bu kəsər. Gözümə də inanmıram. Bir gün bir zəng gəldi. Hə, elə təzə veriliş bitmişdi. Biraz keçdə zəng gəldi. Cıqatay xanımdır. Deyirəm ki, bəli, buyurun. Çox gözəl şeir söylədiniz, minnətdaram, çox var olasınız. Deyirəm, bağışlayın, təşəkkür ederim. Kimdir? Deyir, Arifdir. Deyirəm ki, Allah sizdən razı olsun, bağışlayın, deyirəm, hansı Arifdir? Bir oxuyan var, ey Babayev. Ay Allah. Deyirəm də. Telefonda indi təsəvvür eləyirsən, indi özümü qışqırmaqdan da zorla saxlayıram. Amma səsim bilmirəm necə. Deyirəm ki, ay Arif Babayevdir, doğrudan Arif müəllimdir. Sonra daha biraz söhbət elədik. Mən onun dərsindən əslində belə baxanda elə hökmən deyil ki, gedib yanında oturub. Elə onlar hamısı bizə dərsdir. Bəli. O bir əsrlər boyu bizə ustaddır və bizdən sonra gələnlərə. Mən amma stimul aldım. Bir tək söz mən ondan götürdüm ki, mənə dedi ki, qızım sən yaxşı oxuyansan, özü bu dünyada deyil.